Dedim ki, yəni bir həkim olum. Yəni həkim üzərində, insanlar üzərində bu cərrahi əməliyyatlar edim və beləliklə də bu cərrahi sənətini seçdim. Və ilk dönəmdə, yəni universiteti bitirdikdən sonra ümumi cərrah olaraq bizdə öncə ümumi cərrahiyyədən başlanılır və ümumi cərrahiyyə ixtisası üzrə, yəni yiyələndikdən sonra artıq yəni internatura təyinatı aldım. İnternatura təyinatı üzərində də yəni sırf ümumi cərrahi üzrə əməliyyatlarda iştirak elədim. Və sonra gördüm ki, özümü harda, yəni daha rahat, daha özümü güvənli hiss edə bilirəm. Bəli. Və endokrin cərrahiyyə seçdim. Nəyə görə endokrin cərrahiyyə? Çünki mənim özüm doğulduğum bir zonada, yəni bəs endemik bölgədir və burada qohumlardır, yaxınlarım arasında, yəni çox görüldür ki, yəni bu xəstəlikdən daha çox əziyyət çəkirlər. Həqiqətən, yəni qalxanvari vəz xəstələri bizim zonada daha çox rast gəlindiyindən. Hansı zonada? Şəkidə. Şəkidə. Bəli. Və maraq yarandı. Həm evdə də ailə üzvlərimdən də, yəni anamda da var idi tiroid xəstəliyi, nənəmdə, yəni bizdə irsi xəstəliklər çoxdur, yəni şizofren xəstəlikləri. Və istədim ki, yəni o insanlara bir kömək etmək. Əslində ağıllı seçimdir. Ən azından qohum-əqrəbə pasientlərim olacaq. Bu bir zarafatdır təbii ki. Aha. Yəni o istiqamətdə artıq yəni bu sahəyə yönləndi və bunun üzərindən yəni böyük bir yol keçdik. Sözsüz ki, ümumi cərrahiyyədən sonra endokrin cərrahiyyə, sonra mən yəni müdafiə etdim ümumi cərrahi üzrə, sonra doktorluq işim qalxana bənzər vəz üzəridir, yəni bu üzrə çalışıram. Və sonra bunun üzərindən yəni araşdırdım ki, yəni Türkiyənin hansı universitetlərində bu sahədə yaxşı mütəxəssislər var, yəni universitetlərlə əlaqə keçdim. Bəli, orada gedib yəni bu endokrin, yəni Türkiyənin aparıcı müəssisələrində mən bu sahə üzrə ixtisaslaşmanı seçdim və orada da nə cür getdi bu yollar? Yəni birinci növbədə endokrin poliklinikdən başladım. Yəni endokrin poliklinik nədir? Yəni ilk olaraq o xəstələr, endokrinoloji xəstələr o poliklinikə müraciət edirlər və poliklinikdə hansı xəstəlikləri cərrahi yönləndirirlər. İlk oradan başladım. Orada ələnir xəstələr. Bəli, bəli. Və oradan artıq yəni sonra bu xəstələrin diaqnostikasında hansı müayinə üsullar vacibdir və ultrasəs müayinəsini, biopsiya müayinəsi və onun üzərindən ixtisaslaşmaya getdim və onun belə deyək də ki, ixtisasını öyrəndim. Sonra isə artıq əməliyyatlara başladıq. Yəni orada icra olunan əməliyyatlar hansı səviyyədə icra olunur, eyni zamanda hansı cihazlardan istifadə edirlər və onun incəliklərini öyrəndim. Və bəli, bunlar baxanda geriyə uzun bir illər yəni gəlib keçib, amma bugünkü gündə də indi ölkəmizdə də bu sahənin yəni inkişafında, eyni zamanda yayılmasında, eyni zamanda biz həm də universitetdə biz sırf yəni bu sahə üzrə də məşğul oluruq. Həmçinin tələbələrə də endokrin cərrahiyyədən dərs deyirəm. Həmçinin universitetdə də qalxana bənzər vəz xəstəlikləri, qalxana bənzər ətraf vəz xəstəlikləri, böyrək üstü vəz xəstəliklərinin, cərrahi xəstəliklərinin tədris vəsaitini, yəni həm müəlliflərindən biriyəm. Yəni maraq bəli var, həm elmi araşdırma tərəfdən, həm cərrahi olaraq, həm də sənətimi sevirəm. Yəni insanlarla hər gün ünsiyyətdə oluram, hər gün o insanlardan xoş xəbər almaq. Yəni Allah doktorlar bizə şəfa verdiniz Allahın iznindən. Yəni bu məni sevindirir ki, bəli, gördüyüm işlərin bir son nəticəsi var ki, yəni çəkdiyim əziyyətlərdə hədərci etməyib və hər gün də o insanların bir müsbət enerji alıram. Bu mənim işimə daha da marağı artırır. Daha da istəyirəm ki, təkmilləşim, daha da yəni dünyada olan ən son yeniliklər nə varsa onu ölkəmizə gətirək. Azərbaycan həm də yetişdirirsiniz. Bəli. Sizin söhbətinizdə bir şey ağlıma gəldi ki, bizim dövrdə, biz tələbə olduğumuz dövrdə yəni etiraf edək ki, yaşlı həkimlər çox da bizə nəsə öyrətməyə meyilli deyildilər. Amma nə gözəl ki, indiki mütəxəssislər, sizin kimi mütəxəssislər çalışır ki, tələbələrə daha çox məlumat versin, onları yetişdirsin və doğrudan da savadlı kadrların hazırlanmasında da rolunuz əvəzsizdir. Azad doktor, tiroid xəstəliklərinin ümumiyyətlə diaqnostikası, siz dediniz ki, poliklinikada başlayır bu məsələ. Diaqnostikası necə aparılır və məsəl üçün 10 il qabağa baxanda, öncəyə baxanda, bugünkü gün daha